Bugün Bakı Sos Uşaq kəndinin sakinləri Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi gününü qeyd ediblər. Sos Uşaq kəndlərinin missiyası valideyn himayəsinə məhrum uşaqları ailə modelinə mümkün qədər yaxın olan bir qayğı ilə əhatə etməkdir. Sos kəndinin uşaqları maraqlı bayram proqramı ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdirdilər. Kimi mahnı oxudu, kimi şeir dedi, kimi də rəqs etdi. Özlərini sanki profesional səhnədəki kimi hiss edən Sos kəndinin az yaşlıları əsl peşəkarlıq nümayiş etdirdi. Tədbirdə Baksel Stars layihəsi çərçivəsində yaradılan uşaq xorunun çıxışı xüsusilə fərqləndi. Yeni il əhval-ruhiyyəsi ilə məclisə qonaq gələn Şaxta Baba Sos kəndinin sakinlərinin çöhrəsinə sevinç bəxş etdi. Sos Uşaq kəndlərinin belə bir divizi var ki, bizə bir nəfərin 1 milyonu yox, 1 milyon adamın 1 manata lazımdır. Yəni biz hər bir insanda özümüzə dost görürük və uşaqlara həmin o puldan çox, həmin o insanların məhəbbəti, həmin o insanların dəstəyi, həmin onların sevgisi lazımdır. Və bizdə elə insanlar çoxdur, amma mən inanıram ki, Azərbaycanda bu daha da böyük rəqəm ola bilər, böyük sayda insanlar ola bilər. Və hamını yalnız kəndimizə bir dəfə, iki dəfə gəlməyə çağırıram. Və ora gəlməklə uşaqları gördükdən sonra mən inanıram ki, artıq orada dəstək də olacaq, uşaqlara qarşı sevgi də böyüyəcək. Analara hövsələ, səbr arzulayardım. Çünki işləri doğrudan da çətindir. Bir evdə 7, 8, 6 uşaq tərbiyə alır. Mən bu Dovşan ili münasibəti ilə öz uşaqlarımı ilk növbədə 5 oğlan, 4 qızımı, bir də kəndimizin bütün işçilərini, anaları təbrik eləmək istəyirəm. Doğuşan bir balaca qorxaq heyvan olsa da istəyərəm ki, mənim uşaqlarım cürətli olsun. 155 valideynsiz uşağa himayə göstərən analar bütün Sos Uşaq kəndlərinin kollektiv ənənəvi olaraq hər il beləcə yeni ili qarşılayır. Yeni ili qarşılayan Sos kollektivi şirkət və donorlara, eləcə də uğurlarına daim sevinənlərə də təşəkkür etməyi unutmadı. Sos Uşaq kəndlərinin missiyası valideyn himayəsindən məhrum uşaqları ailə modelinə mümkün qədər yaxın olan bir qayğı ilə əhatə etməkdir. Dövlətin fəal iştirakı, digər donorlar və fərdi xeyriyyəçilərin dəstəyi ilə Bakı və Gəncədə yerləşən Sos Uşaq kəndlərində bu uşaqlara ailə mühiti yaradılıb. Fərqanə Səfər, Günel Yusuf qızı, Elşən Mehdiyev, Spice.